Değerli izleyiciler, biz Real Hospital Tiroid Metabolizm Mərkəzində dünən 2 pasiyent əməliyyat etdik və bugün həmin pasiyentləri yola salırıq. Yəni hər iki pasiyentimiz kişidir. Bizim buradan yəni xatırlatmaq, yəni bildirmək istədiyimiz odur ki, yəni kişilərə də düyününüz rast gəlir, amma kişilərdə qalxanvari vəzdə hər hansı bir düyün rastlanarsa, yəni mütləq ciddiyə alınmalıdır. Sizdə nə vaxt bu düyün aşkarlanmışdır? Təsadüfən oldu. Təsadüfi müayinə. Təsadüfi müayinə. Sonra biyopsi etdilər və biyopsi nəticəsi şübhəli olduğundan əməliyyat qərarı verildi və dünən əməliyyat olundu. Həqiqətən artıq yəni böyük bir ölçüdə bir düyünü var idi. Böyük ölçüdə düyünü olduğu üçün əməliyyat da belə çətinliklə keçdi və düyün yerləşmişdi səs teli üzərində, səsə gedən sinir üzərində və biz dünən sinir cihazına bu əməliyyatı icra etdik və bugün də xəstənin indi sarısını dəyişib evə yola salırıq və xəstələr yəni əməliyyatdan bir gün sonra evə yola salınır. Çünki ayrıca bir narahatçılıq yoxdur. Dərin nəfəs alın, alın saxlayın və bu zaman drenaj boru çıxarılır. Drenaj borunu biz yatağa qoyuruq ki, orada hər hansı bir maye varsa, maye seyratını quru verin. Bunların da qalsın, bunu götürsün. Burada striplər yapışlanır. Yəni, bir həftə sonra gələcək bir də kosmetik saxla, o çıxarılacaq və strip isə 3 gündən sonra normal duş qəbul edəndən sonra bu stripləri özünüz açarsınız. Yaxşı ki, yəni dilinizə formalaşması üçündür. Onu işte uyandan sonra güzgün qabağında durursunuz və bunlar yaşlandıqdan sonra, yəni islandıqdan sonra yəni rahat bir şəkildə qopurlar. Oldu. Bildim, onu başa düşdüm. Yəni burada başqasını göstərir. 3 gündən sonra gəlməliyəm deyirsən. Yox, siz bir həftədən sonra gəlirsiniz. Bir həftədən sonra gəlirsiniz və gəliyəm olmazsınız. Yapışqanlara. 3 gündən sonra duş qəbul edin, o yapışqanları qoparlar. Hər şey ondan. Sonra doktor gələn 6 gün gələcəksiniz. Bir həftə sonra. O yəni gəlməyə bilərsiniz. Yanınızda parking varsa orada da o sapı sökə bilərsiniz. Ya da istəsə gəlin biz burada sökək. özüm də sökə bilərəm. Gəlmək yaxşıdır. Məsləhət. Necəsən bəs? Özü necə Mən istəyirsən? yaxşıyam. Rahat. Mən incitmədim sizi. Yox. Yaxşı oldu Allah inşallah. söyləyin. Necə xidmət edərlər? Tibbi xidmət yaxşı. O axşam burada mesajda qız qalmışdı. Hə. Allah ondan razı olsun. Səhər kim yatmadı o ona görə. Xəstələr. Gözüm qırpmadı. Yox, sağ ol. İki dəfə gəldi bizim ehtiyac yox idi. Təzyiqlə yoxdur. Baxma. Yaxşıdır burada. Mən ömrümün yarısını elə həkimlərdə keçib, hospitalda qapanacaq, müharibədən sonra yatmışam. Güllə yarası. Hadi siz bir əliniz. Amma güllə qalıb, mən görmüşəm də, məsələlər başqa. Məxsusən o gecə Möhkəm olan, hər şey üzrə səviyyədə olur. Sağ olun, Allah sizdən də razı olsun. Bu pasiyentimiz isə, yəni sizdə də düyündə zor aşkarlanmışdır. Buradan xəbər oldu. düyünün biri yəni şübhəli olduğundan biyopsi üçün bizə yönləndirilmişdir və biyopsi olundu və biyopsiyası da poliklinik plazə gəldi, yəni şübhəli olduğu üçün əməliyyat qərarı verildi. Çünki düyünün ölçüsü böyükdür. Hə, siz artıq paltarınızı dəyişib gedə bilərsiniz. Yəni yaxınlaşırsınız bizim otağa, təyinat vərəqəsini başa salaq sonra. Yaxşı. Olar. Burada yazılır da. Ha, yenə yaxınlaşıb biz otaqda başa salırlar. Yaxşı, tam ətraflı oldu. Hə, sizdə nə tər idi? Nə cür aşkarlanmışdı? Yəni siz özünüz də bir məlumat verin. Mən hər bir şey olmuşam. 2010-da aşkar verdilər orada müayinələrdə. Bəli. 2010-da bu yana mən daha əhəmiyyət vermirdim. Düzgündür də. Keçib ağrı yox, heç nə yox. Son bir 2 ay bundan bax. Eşitdim belə bir profesional həkim var, gəldim yanına, sağ olsun. Biyopsi biləndən sonra mən qərara gəldi ki, daha əməliyyat olaq. Düyünün ölçüsü də böyük idi. Böyüdü, mən önce hər şeydən çevirirdim. Ehtimal, bəli. Əməliyyat zamanında biz müəyyən etdik. Bəli, sərt bir düyün idi. Yəni daha doğrusu sərtləşməyə meyilli olan bir düyün olduğu üçün. Və əməliyyat qərarında, əməliyyat sırasında da burada da yəni sərt cihazla icra olundu. Xəstəmiz də indi bugün evə yola salırıq. Və bu şəkildə işlənilir. Skalp edin. Burada da yəni drenaj boru var. Drenaj borunu da indi çıxardırıq. Dərin nəfəs alın, saxlayın. Burada 260 deyirsən. Salfet verin, bunları götür.
Rahat değil mi? Burada da yani xəstəyə kosmetik saf qoyulub. Yəni protein safdır. Bunlar çıxan bir saflardır. Əməliyyatdan bir həftə sonra bu saflar çıxarılır. İndi müvafiq təyinat verilir. Hər iki pasiyenti evə yola salınır. Siz necə? Xidmət olaraq razı qaldınız. Razıyam. Çox sağ olun, var olun. Siz Xaçmazdan gəlmişdiniz də elə yoxsa? Ben bu burada. Qubadan. Buradan Qubalılara salam olsun. Qubada da yəni bu xəstəlik çox rast gəlinir hər yerdə. Bizde zor. Evet, çoxdur. Bizə çox müraciət edir Qubada. Allah kömək olsun, Allah şəfası versin, keçmiş olsun. Sağ ol, doktor, var olun. Sağ ol. Bütün xidmətçilər də sağ olsun. Əziyyətlərinizi hava eləyin, zəhmətinizə Allah Allah olsun. xoşunuz olsun. Sizə də keçmiş olsun. Sağ ol, çox var olun.